Böyük balıqlara. Balıqlar, deməli, onun bilməm loqosunu kimsə görübsə yoxsa yox. O balıqlar bəhanətdə, bu insanlar başa düşsünlər ki, dənə balıqlardır. Əslində onların loqosu 2 dənə belə yarı gəlir, mötəzə. Ortadan belə bölüntü. Bu nə deməkdir? Bunlar şuur və təhtə şuur arasında olan bir xəttin simvoludur. Onlar həm ezoterik tərəfə bağlanırlar, həm də ki, həqiqət dünyasına. Biraz duyğusaldılar, bunlar bir dənə qısa bir söz deyən kimi gözləri yaşarır falan idi, bu cəmaatın bildiyidir. Amma həqiqət nədir? Ay bürcü, əsasən ay bürcləri balıq olan insanlar vəhiy alırlar onlar. Sadəcə fərqində deyirlər. Bu ümumiyyətlə 3 ünsür, su ünsürü. Xərçənglər, əqrəblər, balıqlar. Bunlar üçü də ünsürdür, bunlar duyğular deməkdir. Bunlar empatini falan işin dibini yaşayarlar. Biliriz dibini ya. Yəni insanın içərisini skan edib atırlar içəri. İndi bunların, belə deyək də, bu üfüqi səviyyədə bizim yatdığımız yeri, onlar üçün o transformasiya mərkəzidir. Onlar har sizə bağlanırlar. Bütün xəbərləri alıb, insan qıradan deyirlər ki, bunlar bunu harada oxuyublar. Əslində bunlar vəhiy alıb qalxırlar. Belə insandan söhbət edir.